Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizə 1.18.1, 1.18.2, 1.18.3 yolun daralması xəbərdarlıq nişanları barədə məlumat verəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 1.18.1 nişanı yolun hər iki tərəfdən, 1.18.2 nişanı yolun sağ tərəfdən, 1.18.3 nişanı yolun sol tərəfdən daraldığı sahəyə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişanlar yaşayış məntəqələrindən kənar yollarda hərəkət hissəsinin 0,5 metr və daha çox daraldığı yerləri, yaşayış məntəqələrində isə hərəkət hissəsinin bir hərəkət zolağı və daha çox daraldığı yerləri bildirmək üçün tətbiq olunur. Bu nişanlar həmçinin yaşayış məntəqələrindən kənarda, tunellərdə, yol ötürücülərində, körpülərdə hərəkət hissəsinin eni bu qurğuların qarşısındakı yolun hərəkət hissəsinin enindən az və ya ona bərabər olduğu hallarda, yaşayış məntəqələrində isə belə qurğularda hərəkət hissəsinin eni onların qarşısındakı hərəkət hissəsinin enindən yalnız az olan hallarda tətbiq olunur. 1.18.2 nişanı sürətlənmə zolağının sonunda və yoxuşda əlavə zolağın sonunda quraşdırılmır. 1.18.1, 1.18.2, 1.18.3 nişanları ilə işarə olunan yol sahəsinə yaxınlaşan sürücü hərəkət hissəsində yer dəyişmə qaydalarına, qarşılıqlı keçidin çətinləşdiyi hallarda keçmə qaydalarına riayət etməlidir. 1.18.1, 1.18.2, 1.18.3 nişanları yaşayış məntəqəsindən kənarda təhlükəli sahənin başlanğıcına 150-300 metr, yaşayış məntəqəsində isə 50-100 metr qalmış qurulur. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Sürücülərin xəbəri olsun ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 20-dən çox hətta ödənişli avtodayanacaqda Azparkinglə ödəniş imkanı mövcuddur. Smartfonunuzda Azparking tətbiqi olsun, məndə də var. O tətbiqə daxil olandan sonra digər bölməsinə keçid edirsiniz və digər bölməsində xüsusi parklanma ərazilərində park etdiyiniz halda o siyahı ilə tanış olursunuz. Avtodayanacaqların tam siyahısı digər bölməsindədir. Xüsusi parklanma ərazilərində park etdikdə ödənişi mobil tətbiq vasitəsilə saniyələr içərisində həyata keçirə bilirsiniz. Parklanmanız rahat, yolunuz açıq olsun. Azparkingə təşəkkürlər. Rəşad müəllim, bu rubrika üçün sizə təşəkkürlər.